Dəyərli izləyicilər, hər birinizi salamlayıram. Mən biologiya müəllimi Ümid Məmmədov. Sizinlə bu görüşümüzdə sizlərə dəstək olma məqsədi ilə OTK-nın 15 iyun 2025-ci ildə keçirdiyi 11-ci sinif sınavının izahını paylaşacağım. Cavab etalonları ilə tanış deyiləm, ona görə suallarını hər birini öz düşüncəmə və zənnimə əsasən, təbii ki, biologiya dərsliklərinə əsasən izah etməyə çalışacağım. Əgər hər hansı bir sualda diqqətsizlik edib səhv etsəm, üzrlü hesab edəsiniz və izahlarım, cavablarım əgər xoşunuza gələrsə, bəyənərsəniz, kanalıma abunə olmağı və həmçinin videomuzu paylaşmağı, dəstək olmağı unutmayın. Əvvəlcədən izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Keçid alırıq suallarımıza. Demək, ilk sualımız yer armudunun meyvə yanlığı. Yer armudu topinambur, digər adı topinamburdur və mürəkkəbcəklər fəsiləsinə aid olduğu üçün meyvəsi toxumca meyvədir. Şirəli olub açılandır, xeyr, yanlışdır. Dəricik şəkilli olub toxum qabığına bitişir, xeyr, bitişmir. Toxum cücərərkən dağılır. Bəli, bu doğru cavabdır. Bir toxumlu quru meyvələrdə həm toxumca meyvə, həm dən meyvə, həm fındıq meyvə, fındıqca meyvələrdə meyvə yanlığı toxum cücərərkən dağılır. Pərdə şəkilli olub toxum qabığına bitişir, xeyr, bitişmir. Yumurtacıqdan inkişaf edir, xeyr, yumurtalığın divarından inkişaf edir. Birinci sualımızın doğru cavabı C variantı olacaq. İlk dəfə neandertallardan meydana çıxmışdır. Dini rüşeymlər bu doğrudur. Aydın nitq bəli doğrudur, amma əkinçilik ilk dəfə Kramanyonlarda meydana çıxmışdır. Bu yanlışdır. Əmək bölgüsü bəli doğrudur. Kənaltı çıxıntı nitqlə bağlı bəli doğrudur. Dini rüşeymlər bəli doğrudur. Doğru cavab olacaq. Aydın nitq əməl bölgüsü Hannibalizm ilk dəfə bunlarda meydana çıxmayıb. Əvvəlkilərdə də var idi. Qaş üstü yastıqcıq əvvəlkilərdə var idi. Yəni, qeyd elədiyim kimi sualımızın doğru cavabı B variantı olacaq. E variantını görə bilmirəm. İndi aşağı verib onu da göstərəcəm. Dini rüşeymlər, qaş üstü yastıqcıq yenə də burada olmadığı üçün, yəni əvvəlkilərdə də olduğu üçün biz bunu ilk dəfə neandertallar üçün götürmürük. Sualımızın doğru cavabı ikinci sualda B variantı. Davam edirik üçüncü sualımızla. Şirin su hidrasının X ilə işarə olunmuş hüceyrə növünün xüsusiyyətlərini müəyyən edin. Əvvəlcə müəyyən etməliyik ki, X ilə işarə olunmuş hüceyrələr nələrdir? X ilə işarə olunmuş hüceyrələr dəri əzələ hüceyrələrdir və buna aid olan xüsusiyyətlərə baxaq. Bölünərək başqa növ hüceyrələrə çevrilir. Bu aralıq hüceyrələrin xüsusiyyətidir. Ona görə bunu götürməyəcəyik. Bədən örtüyünün əsasını təşkil edir. Bəli, dəri əzələ hüceyrələri dediyinə görə bu doğrudur. Miofibril əzələlərdə olan hərəkət orqanoididir. Bu da doğrudur. Sinir hüceyrələrindən impulsları qəbul edir. Bəli, yığılarkən, məsələn, qıcıqlanma, yəni refleks zamanı dəri əzələ hüceyrələri sinir hüceyrələrindən impulsları qəbul edir. Bu da doğrudur. Boşluq daxili həzmdə iştirak edir. Bu həzm hüceyrələrinə aiddir. Yanlışdır. Zəhərlə dolu kapsulu və əsas tükcüyü vardır. Bu da alaycı hüceyrələrə aiddir. Doğru cavabımız 2, 3, 4, yəni C variantı olacaq. Keçid alırıq növbəti sualımıza. Növbəti sualımız 4-cü sual. Skarlatina xəstəliyinin törədiciləri, bunlar bakteriyalardır. Deməli, biz bakteriyalara aid olan xüsusiyyət tapmalıyıq və həmçinin də bu xəstəliyə aid olan orta qulağa keçərək ateroskleroz xəstəliyini törədir. Ateroskleroz orta qulaqda olan xəstəlik deyil, qan damarına xəstəlikdir. Ona görə bu yanlışdır. Mikroorqanizmlərin saprofitlər qrupuna aiddir. Xeyr, parazitlər qrupuna aiddir. Şərti patogenlər qrupuna aiddir. Xeyr, mütləq patogenlər qrupuna aiddir. Nuklein duşlarının hər iki növünə aiddir. Bəli, bakteriyalar olduğuna görə həm DNT-yə, həm də RNT-yə malikdir. Doğru cavab D variantı olacaq. Əsasən polipeptiddən ibarət olan kapsidlə örtülmüşdür. Bu viruslara aid olan xüsusiyyətdir. Bu da yanlışdır. 4-cü sualımızın cavabı D variantı oldu. Keçid alırıq 5-ci sualımıza. 5-ci sualımız hamar endoplazmatik şəbəkə dənəvər endoplazmatik şəbəkədən fərqli olaraq
Membranla əhatə olunmuş kanal boşluqlar sistemidir. Bu hər ikisinə aiddir. Sonra polipeptidlərin sintezini həyata keçirir. Xeyr, hamar yox, dənəvər həyata keçirir. Yəni A yanlışdır, B yanlışdır. Maddələrin hüceyrə daxilində daşınmasını təmin edir. Bu hər ikisinə aiddir. C də yanlışdır. Karbohidrat və lipidləri sintez edir. Bəli, D variantı olacaq doğru cavabımız. Keçid alırıq növbəti sualımız, yəni 6-cı sualımıza. Bal arısı ailəsinin tərkibi və fərd sayı: ana arı 1-dir, erkək arı 100-dür, işçi arı 1000-dir. Əmələ gəlməsində mayalanmada bilavasitə iştirak edən qametlərin sayı. Yəni, burada biz diqqətli olmalıyıq, mayalanma sözünə diqqət etməliyik. Mayalanmada erkək arılar, yəni erkək arıların əmələ gəlməsində mayalanma baş vermir. Yəni, biz ana arı və işçi arıları götürməliyik. Bir ana arı, üstə gələk 1000 işçi arı bərabərdir 1001. 1001 arı mayalanma nəticəsində yaranır və hərəsində mayalanmada iştirak edən 2 qamət olduğuna görə 1001-i 2-yə vurarıq, bərabər olar 2002. Ona görə doğru cavabımız olacaq Y variantı. Davam edirik növbəti sualımızda. Növbəti sualımız 7-ci sualdır. Təbii seçmə və süni seçməni Eylerven diaqramı ilə müqayisə edirik. Növ üçün faydalı əlamətlər seçilir. Bu təbii seçməyə aiddir. Deməli, 1-i yazarıq 1-ə. İsi dəyişkənliyə əsaslanır. Bu hər ikisidir. Ortaya qeyd edərik. Canlı yarandığı dövrdən təsir göstərir. Təbii seçmədir. 3-ü yazarıq təbii seçməyə. İnsan üçün faydalıdır. Bu süni seçmədir. 4-ü yazarıq. Yeni formalar yaranır. Bu 5 hər ikisinə aid olar. Əsas seçici amil insandır. Bu süni seçməyə aiddir 6. Deməli, 1-ə 1-3, 2-yə 4-6, 3-ə 2-5. 1-3, 4-6, 2-5 bu C variantına uyğun gəlir. Doğru cavabımız olacaq C variantı. Davam edirik növbəti sualımızla 8-ci sual. Sxemdəki prosesi həyata keçirən prokaryot orqanizm xlorofili var deyir. İşıq, sudan, karbon qazından istifadə edərək glukoza, oksigen əmələ gətirir. Bu fototrop bakteriyalar olacaq. Fototrop bakteriyalardan deməli göy yaşıl yosun sualımızın cavabıdır. Yaşıl bakteriya da fototropdur, amma oksigen hasil etmir. A bəndi olacaq sualımızın doğru cavabı. Növbəti sualımız 9-cu sual. A vitamini haqqında doğru olmayan ifadəni müəyyən edin. Çatışmadıqda dəri və selikli qişalarda iltihabi proseslər baş verir. Bu ola bilər. Doğrudur. Çatışmadıqda fagositlərin funksiyası zəifləyir. Yenə də bu, məsələn, selikli qişada iltihabi proseslər baş verirsə, deməli bu fagositlərin funksiyasının zəifləməsi ilə bağlı ola bilər. Qaraciyərdə depolaşır, böyümə inkişafı təmin edir. Bu doğrudur. Çatışmadıqda gözdə əsasən kolbacıqların fəaliyyəti zəifləyir. Xeyr, bu toyuq korluğu xəstəliyinin yaranması ilə bağlı olan çöpçüklərin fəaliyyəti pozulur. Ona görə sualımızın cavabı D variantı olacaq. Yağda həll olan vitaminlərə aiddir. Bəli. Keçid alırıq 10-cu sualımıza. 10-cu sualımız rizoidləri gövdənin çıxıntılarıdır. Bu quş mamırı olacaq. Yəni, burada rizoid var dəniz kələmində. Qıcının protalında rizoid var. Onlarda gövdə olmur. Sfagnumda rizoid olmur. Porfirada rizoid olmur. Yəni, C variantı sualımızın doğru cavabı. Oğlanlarda boy artımı əsasən hansı inkişaf mərhələsində başa çatır? Boy artımı 20 yaşda olanlarda başa çatır. 20 yaşda deməli, gənclik dövrü 17-21 arasında gənclik dövrüdür. A variantı olacaq sualımızın doğru cavabı. Davam edirik. Növbəti sualımız 12-ci sual. 12-ci sual. Sxemə əsasən işıq şüaları növlərinin dalğa uzunluğunun artması ardıcıllığını müəyyən edin. Burada bu sualımızın cavabını 9-cu sinif dərsliyinə əsasən, yəni ekologiyaya aid olan mövzulardan tapa bilərik. Burada dalğa uzunluğu deməli, ən az olan
ultrabənövşəyi şüalardır. Yəni kimyəvi fəallığa malikdir, qısa və uzun dalğalı olur. Yəni birinci 2 olacaq. Ondan sonra e, görünən şüalar ən uzun, ən çox olan isə infraqırmızı şüalardır. Görünən şüalar 3-ə aiddir. Fotosintez üçün böyük əhəmiyyətə malikdir. Yəni 2, 3, 1 A variantı olacaq sualımızın doğru cavabı. Davam edirik. Növbəti sualımız 13-cü sual. Kəpənəyin qanadı ilə analoji olan orqanı müəyyən edin. Analoji olan odur ki, mənşə fərqli ola bilər, amma funksiya eyni olsun. Burada yəni kəpənəyin qanadı uçmağa xidmət etdiyinə görə burada uçmağa xidmət edən Y variantındakı şəkli biz görürük. Ona görə doğru cavabımız Y variantı olacaq. Davam edirik 14-cü sualımızda. İnsan skeletinin şəkildə verilən hissəsi onurğa sütunudur. Gövdə skeletinə aid neçə sümüklə bilavasitə birləşir? Onurğa sütunu gövdə skeletinə aid olan qabırğalarla birləşir. Qabırğalar da 24 ədəddir. Hər bir qabırğa ilə birləşdiyinə görə Y variantı sualımızın doğru cavabı olacaq. 15-ci sualımız neri soxulcandan fərqli olaraq ikinci bədən boşluğuna malikdir? Xeyr, bu hər ikisinə aiddir. Ona görə bir yanlışdır. Biri götürməli. Sapqurlar tipinə aiddir. Xeyr, heç biri sapqurlar aiddir. Xüsusi hiss orqanlarına malikdir. Bəli, gözləri var. Qəlsəmələrlə tənəffüs edir. Xeyr, bədən səthi ilə tənəffüs edir. Bütün bədən səthi ilə tənəffüs edir. Bu da hər ikisinə aid olan xüsusiyyətdir. C variantı olacaq sualımızın doğru cavabı. Davam edirik 16-cı sualımızla. Noxud bitkisinin çiçək düsturunda çiçək yanlığını əmələ gətirən bitişik struktur elementlərinin sayı. Çiçək düsturu deməli K5 mötərizədə, L3 üstəgələk 2 mötərizədə, Y9 üstəgələk 1, 9 mötərizədə, D1 olur. Çiçək yanlığını əmələ gətirən bitişik struktur elementlərinin sayı. Deməli, 5 kasa yarpağı, 2 ləçək, yəni cəmi 7 olacaq. Çiçək düsturunda struktur elementlərinin ümumi sayı 5, o da 5, 10, o da 10, 20, 21. Yəni, B bərabərdir, 21 olacaq. Deməli, bizdən A-nın B-yə nisbətini istəyir, 7-nin 21-ə, o da 1-in 3-ə nisbəti edəcək. Y variantı sualımızın doğru cavabı. Keçid alırıq 17-ci sualımıza. İnsanın onurğa beyni sinirlərində sinir impulsları hər iki istiqamətdə ötürülür. Ona görə ki, həmin sinirlər ibarətdir. Həmin sinirlər qarışıq sinirlərdir. Yalnız hissi neyronların uzun çıxıntılarından xeyr, hissi və hərəki neyronların uzun çıxıntılarından yəqin ki, bu olacaq. Hərəki və ara xeyr. Yalnız hərəki neyronların xeyr, hissi və hərəki neyronun qısa çıxıntılarının xeyr. Sinirlər uzun çıxıntılardan ibarətdir. Qarışıq sinir olduğuna görə həm hissi, həm də hərəki neyronların uzun çıxıntılardan ibarətdir. B variantı doğru cavabımız. Yetkin xanı balığında hansı üzgəclər güc saydadır? Burada diqqət etməliyik güc sayda sözünə. Yəni, burada hansı üzgəclər gücdür demir. Yəni, bel üzgəcləri baxmayaraq ki, tək üzgəclərdir, amma sayı cütdür. Ona görə biz bel üzgəclərini də götürərik 2. Burada döş üzgəcləri cütdür, həm də cüt saydadır 4. Və qarın üzgəcləri 2, 4, 5 olacaq. Doğru cavabımız D variantı. Yəni, bəzən şagirdlər çaşaraq ola bilər ki, 2-ni götürməsinlər, yalnız 4, 5 götürsünlər, amma xeyr, D variantı olacaq burada cüt sayda dediyinə görə. 19-cu sualımız müsbət azot balansı haqqında düzgün ifadəni müəyyən edin. Ümumiyyətlə, azot balansı 10-cu sinif dərsliyində maddələr mübadiləsinə aid olan, maddələr mübadiləsinə təsir edən amillər mövzusunda səhv eləmirəmsə olmalıdır. Və azot balansı qəbul edilən azotla xaric edilən azotun miqdarına əsasən müəyyən edilir. Əgər qəbul edilən azot xaric edilən azotla bərabərdirsə, bu azot balansı neytral hesab olunur. Qəbul edilən azot xaric edilən azotdan çoxdursa müsbət, azdırsa
mənfi azot balansı hesab olunur. Baxaq variantlara. Müsbət azot balansı deyilsə, deməli qəbul edilən daha çox olmalıdır. Orqanizmə daxil olan azotun miqdarı xaric olan azotun miqdarından çox olur. Bəli, A variantı doğru olur. Və digər variantlara da baxaq. Orqanizmə daxil olan azotun miqdarı xaric olan azotun miqdarına bərabər olur. Xeyr, bu müsbət deyil. Artıq bu neytral olur. Əsasən yaşlı insanlarda xeyr, yaşlı insanlarda mənfi olur, uşaqlarda müsbət olur. Sağlam insanlarda bütün yaş dövrlərindən müşahidə olunur. Xeyr. Orqanizmə daxil olan azotun miqdarı xaric olan azotun miqdarından az olur. Xeyr, çox olur. A variantı sualımızın doğru cavabı. Növbəti sualımız 20-ci sual olacaq. 20-ci sual. Gövşəyən məməli heyvanlarda kameraların sayı. Ürəyində 4 kamera var. Mədəsində də işkəmbə, tor, qatqat və qursaq 4 kamera var. A plus B cəmi 8-dir. Yəni biz burada variantlar içərisindən 8-i tapmalıyıq. Ev itinin ifrazat sistemi orqanlarının sayı. Ev itində ifrazat sistemi orqanları bir cüt böyrək, bir cüt sidik yaxarı elədir. 4. Sidik hissəsi sidik kanalı 6 elədir. Deməli, bu deyil. Oranqutanın döş fəqərələrinin sayına. Oranqutan 12 cüt qabırğaya malikdirsə, deməli, 12 döş fəqərəsinə malikdir. Deməli, bu da olmaz. Əksər məməlilərin boyun fəqərələrinin sayı bu 7-dir. Ev göyərçininin çiyin qurşağı sümüklərinin sayı bu 6-dır. Ev göyərçinin caynaqlı barmaqlarının sayı bu arxa ətrafdakı barmaqların sayıdır. Ümumi cəmi 8 edir. Ona görə Y variantı olacaq bu sualımızın doğru cavabı. 21-ci sualımızda illik halqalar həmişə eyni qalınlıqda olur, xeyr. Yəni, müxtəlif hava şəraitindən asılı olaraq illik halqaların qalınlığı fərqli ola bilər. Gövdənin kambi qatında yerləşir, xeyr, odunca qatında yerləşir, amma kambi qatından əmələ gəlir. Əsasən qışda yaranır, xeyr. Yəni, yaz, yay, payız aylarında əmələ gəlir. Gövdənin özək qatında yerləşir, xeyr. Kambi hüceyrələrinin fəaliyyəti nəticəsində yaranır, bəli. Doğru cavabımız olacaq Y variantı. İnsanda arterial qan ürək boşluğuna bilavasitə neçə damarla daxil olur? Daxil olursa 4 damarla daxil olur, ağciyər venaları və neçə damarla çıxır? Aorta ilə çıxır, o da 1 damardır və cavabımıza baxsaq 4-1 olacaq, o da A variantı olduğunu göstərir. Növbəti sualımızla davam edirik. 23-cü sualımız. Heyvanlar aləminin dəyişməsi, onurğanın yaranması, bu ordovik dövrünə aid olan dəyişiklikdir. Bitkilər aləminin inkişafı, deməli, bitkilərin quruya çıxması, bəli, bu doğrudur. Bir hüceyrəli yosunların əmələ gəlməsi, xeyr, bu proterozo erasındadır. İlk bitki toxumalarının əmələ gəlməsi, bəli, bu doğrudur. Yarpaq və gövdənin yaranması, bəli, doğrudur. Çılpaq toxumların meydana çıxması, bu, deməli, çılpaq toxumlar Devon dövründə meydana çıxır. Qatır quyruqların meydana çıxması, bu da Devon dövrünə aiddir. Və 1, 3, 4 olacaq sualımızın doğru cavabı. Davam edirik 24-cü sualımızla. 24-cü sualımız məsələ sualıdır. Deməli, məsələ əsaslı məsələ deyil əslində. İnşallah sualımızı tapacağıq. Erkək heteroqametliyə malik diploid ikievli bitki. Deməli, erkək heteroqametliyə malik olan bitkilər kənar, maya sarmaşığı və elodeya. Yəni, əsasən bunları keçirik. Ola bilər bəlkə də yəni bu bitkilərin aidiyyatı olmasın yəni sualın cavabına. Diploid ikievli çiçəkli bitkidir. Cinsi çoxalma prosesində mərkəzi hüceyrənin mayalanmasında erkək heteroqametlisə, deməli bunun spermiləri fərqli cür ola bilər. Ya X cinsi xromosom daşıyacaq, ya Y cinsi xromosom daşıyacaq. Amma mərkəzi hüceyrəsi XX cinsi xromosomu daşıyacaq. Əgər
mərkəzi hüceyrənin mayalanmasında X xromosomu daşıyan sperm iştirak edirsə, deməli bu XX-in üzərindən biz X gələcək. Bu da endosperm olacaq X, X, X. Endosperm X, X, X-dirsə, deməli bunun zigotu da X üstə gələk X bərabərdir X, X olur. Demişdik ki, erkək heteroqamət, dişi homoqamət. Yəni, yalnız X-lər olduğuna görə bu bitki dişi olacaq. Yəni, bunu nəzərimizdə saxlayaq. Və variantlara baxaq. İkicinsi çiçəklər əmələ gələr. Xeyr, bu iki evli bitkisə ikicinsi çiçək əmələ gələ bilməz. Bir yanlışdır. Öz-özünə tozlanma gedər. Xeyr, iki evli bitkisə öz-özünə tozlanma gedə bilməz. Tozcuq dənəsi əmələ gələr. Xeyr, dişi bitkisə əmələ gəlməz. Rüşem kisəsi formalaşar. Bəli. Tozcuq borusu əmələ gələr. Dişidirsə, bəli. 4 və 5 olacaq sualımızın doğru cavabı. Davam edirik növbəti sualımızla. Növbəti sualımız 25-ci sualdır. Və 25-ci suala baxaq. Ölçüsü kiçik olan azotlu əsasların cəmi. Deməli, iri olanlar adenin və guanin, kiçik olanlar timin və sitozin. Deməli, timin üstə gələk sitozin bərabərdir 2000-dirsə, deməli, adenin üstə gələk guanin də 2000-dir. Cəmi 4000 nukleotiddən ibarətdir. AD'nin azotlu əsaslarının sayının guanin azotlu əsaslarının sayına olan nisbəti 3'dür. Yəni 3 bölünsün 1 kimi düşünə bilərik. AD'nin 3x-dirsə, guanin x-dirsə, deyək ki, timin də 3x-dir, sitozin də x-dir. Cəmi 8x bərabərdir 4000, x bərabərdir 500. Deməli, 500 x nəyin sayıdır? Dedik ki, adeninin, guaninin. Yəni, x guanin və sitozin. Guanin və yaxud sitozinin sayıdır. Hidrogen rabitələrinin sayı tələb olunur. Hidrogen rabitəsi H bərabərdir. N üstə gələk S. Buradan N'imiz 4000. S'imiz də 500 dedik. Üstə gələk 500 bərabərdir 4500 olacaq sualımızın doğru cavabı. 26-cı sualımızda deməli aşağı verim. Xəstəlik törədicilərinin kimyəvi və bioloji preparatlarla məhv edilməsi isə bu dezinfeksiyadır. Dezinfeksiya ikinci nömrədir, qeyd edirik. Buxar, isti, quru hava, qazlar, ionlaşdırıcı olar, bu sterilizasiyadır. 3 qeyd edərik. Yoluxucu xəstəlik törədicilərinin keçiricilərinin məhv edilməsi isə bu dezinfeksiya olacaq. 1 olaraq qeyd edərik. Yəni, ardıcıllıq 2, 3, 1 olacaq. Davam edirik 27-ci sualımızla. Uyğunluq müəyyən edəcəyik. Birinci şəkil qurbağanın ürəyidir. Yəni, bunu biz orta məktəb dərsində görürük. Qurbağa. İkinci şəkil görürük ki, burada sol, yəni aorta sola dönür. Sol aorta qövsüdsə məməli olacaq. Üçüncü sağa dönür. Sağ aorta qövsüdür. Bu quş ürəyidir. Və baxsaq, 1-ə qurbağa, yəni A bəndi, 2-yə məməlidirsə, burada it olacaq. Yəni 2-yə Y. 3-ə quşdursa B və D variantları aid olacaq. Sürünənlərin ürəyində arakəsmə, mədəcdə arakəsmə olduğuna görə, yəni C-ni heç birinə aid etmərik. Gəldik, axır ki, çatdıq situasiya suallarımıza. Axaq görək situasiyada bizə nə verib. Deməli, noxudvarı pipik sadə pipik üzərində dominantdır. Lələklərin qara rəngi də ağ rəngi üzərində qeyri-tam dominantdır. Qara rəng, ağ rəng üzərində qeyri-tam dominantdır. Bu əlamətlər üzrə ilişiklik yoxdur. Bir xoruz və 2 ayrı sadə toyuqlar saxlanılır. Baxaq, deməli,
Noxud varı sağda üzərində dominantdır. Qara rəng, ağ rəng üzərində qeyri-tam dominant. Fermada saxlanılan toyuqların əlaməti. Birinci sahədə pipiklərin formasına görə heterozigot. Deməli, pipiklərin formasına görə böyük A, kiçik A. Qara ağ üzərində qeyri-tam dominantsa, deməli kiçik B, kiçik B. İkinci sahədə diheterozigotdursa, böyük A, kiçik A, böyük B, deməli kiçik B olaraq qeyd edəcəyik. Xoruzun birinci sahədəki toyuqla çarpazlaşmasından alınan cücə. Deməli, bircə dəqiqə, aha. Alınan cücələrin hamısı mavi rəngli. Deməli, hamısı mavi rənglidirsə, mavi rəng biz götürərik. Deməli, böyük B, kiçik B heterozigot olanı götürərik. Hamısı mavi rənglidirsə, deməli, xoruzun birinci sahədəki toyuqlarla. Deməli, xoruz böyük B genotipinə malikdir. Yəni, belə düşünək. Biz xoruzu çarpazlaşdırmışıq. Böyük A, kiçik B, kiçik B ilə və əmələ gəlib böyük B, kiçik B genotipli fərdlər hamısı. Deməli, bu tərəfdə böyük B olmalıdır. Yarısı isə sadə pipiyə malik olmuşdur. Yəni, böyük A, kiçik A ilə biz kiçik A, kiçik A-nı gərək çarpazlaşdıraq ki, yarısı olsun kiçik A, kiçik A, yarısı olsun böyük A, kiçik A. Yəni, burada da yarısı olub kiçik A, kiçik A, yarısı olub böyük A, kiçik A, böyük B, kiçik B genotipinə malik. Xoruzun genotipini tapdıq. Kiçik A, kiçik B oldu. İndi 28-ci sualımıza baxaq. Balaca aşağı verim. Deməli, xoruzun ikinci sahədəki toyuqla çarpazlaşmasından alınan nəsil. Deməli, xoruzun genotipini bilirik. Kiçik A, kiçik A. Böyük B'dir. İkinci sahədəki toyuqlar böyük A, kiçik A, böyük B, kiçik B'dir. Alınan nəsildə ən çox ehtimal olunan genotip nisbətini müəyyən edin. Cavabınızı Penne cədvəlini qurmaqla əsaslandırın. Deməli, qamət bunun olacaq kiçik A, böyük B tipli. Bunun olacaq böyük A, böyük B, böyük A, kiçik B, kiçik A, böyük B, kiçik A, kiçik B və böyük A, kiçik A, böyük B, böyük B. Böyük A, kiçik A, böyük B, kiçik B. Kiçik A, kiçik A, böyük B, böyük B. Kiçik A, kiçik A, böyük B, kiçik B. Hər birisi fərqlidir. Genotip nisbəti olacaq 1 böl 1 böl 1 böl 1. Sualımızın doğru cavabı həm Penne cədvəli, həm də nisbət bu şəkildə olacaq. Davam edirik. Növbəti 29-cu sualda baxaq. Görək bizdən nə tələb edir. Demək, çarpazlaşmanı siləcəm. Toyuğun yumurtalığının yetişmə mərhələsinə, yetişmə zonasına 15 hüceyrə daxil olmuşdur. Yetişmə zonasına 15 hüceyrə daxil olubsa, bu meyoz prosesidir. 60 hüceyrə yaranacaq. Sonda əmələ gələn yönədici cisimciklərdə cəmi 25 Y cinsi xromosom olar. Deməli, toyuqdursa heteroqametdir. Heteroqametdirsə, deməli, 30'u X, 30'u Y daşımalıdır. Və bu 60'dan 15'i qamətdir, 45'i yönədici cisimdir. Və əgər yönədici cisimciklərdən 25'i Y-dirsə, deməli qalan 20'si X-dir və ümumi 30X oldu. Bizdən nə istəyir?
deməli, Y cinsi xromosom olar. X cinsi xromosomu daşıyan qametlərdə. Deməli, bu qametlərdə 30-dan 20-yi çıxdıq. 10 dənə olacaq X daşıyan, 5 dənə olacaq Y daşıyan. Bizdən X daşıyanı istəyir. Cəmi neçə autosom xromosom olduğunu hesablayın. Və 2n bərabərdir 78 olduğuna görə n bərabərdir 39 və bundan biri cinsi xromosomdur. 39-dan 1 çıxarıq. 38 autosom xromosom. 10 dənə olduğuna görə 38-i vurarıq 10-a bərabər olacaq 380 autosom xromosom. 30-cu sualda xoruzun genotipini və fenotipini müəyyən edin. Genotipi müəyyən etmişdik. Kiçik a, kiçik a, böyük B, böyük B. Fenotip sadə pipik, sadə pipik. Və demişdik ki, rənglərdə qeyri-tam dominantlıq qara ağ idi. Səhv eləmirəmsə, qara rəng ağ rəng üzərində qeyri-tam dominantdır. Böyük B qara olacaq. Sadə pipik qara rəngli. Qara rəng. Bir də yuxarı qaldırıb situasiyanın özünə baxın. Deməli, qara rəngi, bəli. Bəli. Sadə pipik, qara rəng, bu da 30-cu sualımızın doğru cavabı. Ümid edirəm ki, video izahımız hər biriniz üçün faydalı olacaq. Hər birinizə xoş izləmələr və vaxtınızın xoş keçməsini diləyirəm. İnşallah gələn görüşlərdə görüşənədək.